Qaynar xəttimizə gələn müraciətin izi ilə asfaltsız nahamar yolları Lamasallı rayonu Köhnə Zuvant kəndinə üst tutduq. Təbiətin qoynunda dağların arasında yerləşən bu əsrarəngiz kəndin problemləri saymaqla bitmir. Bunu öz gücümüzə çəkmişik. Bu cığır ki var ki, bu gəldir hansısa faciə ilə, müsibətlə. Görsən ki, hələ də yola oxşaya bilmir. Ekologiyanı məhv eləmək istəmirik. Bizə qaz versinlər, rahat yaşayaq. İşıqdır, yoldur, qazdır, internet indi hansı dövrdür? İndi internet bizim bu kənddə yoxdur. Fonda gördüyümüz bu gözəl mənzərəli kənd Masallı rayonu Köhnə Zuvantlı kəndidir. Qaynar xəttimizə müraciət edən kənd sakinlərinin müraciət etdiyi əsas problemlərdən biri olan yol problemini də biz özümüz kəndə gələrkən birbaşa təcrübə etmiş olduq. Əlavə olaraq kəndin sakinlərinin qaz problemi də var. Kəndə qaz çəkilmədiyindən kənd sakinləri alternativ yollara başvurmalı olurlar. Həmçinin kənd ərazisinə qar yağanda, soyuq fəsillərdə kəndin işıqları da kəsilir ki, bu da kənd sakinlərinin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Kəndi rayon mərkəzi və Yolağac kəndi ilə birləşdirən yollardan əlavə, kəndin içərisində olan kənd məktəbi, icra nümayəndəliyi, tibbi məntəqə kimi əhəmiyyətli yerləri birləşdirən əsas yollar da yağışlı qarlı havalarda keçilməz vəziyyətə düşür. Kəndin aşağı başına, yuxarı başına 3 kilometr, 300 metrə yol var. Oradan da 3 kilometr uşaq padiuma dəyir, qışın oğlan çağı qar da buradan. Bu ilki qarı gördünüz, sizi nə ilə tanış edeyim? Hələ göz qabağında olan tale olub. İndi 3 kilometr yarım kəndin aşağı başından o uşaq necə geçsin məktəbə? Bu problemdən ən çox əziyyət çəkənlər isə kəndin balaca sakinləri, azyaşlı məktəblilərdir. Yollarımız bərbad gündədir, getmək mümkün deyil. Palçıq, biz gedə bilirik, amma balaca uşaqlar qəti gedə bilmir. Bir 2 ay bundan qabaq, yanvar ay, fevral ay olardı, işıqlar sönmüşdü, məşqdə buz kimi idi. Özümüzdə uşaqlar donurdu. Köhnə Zuvantlı kəndinin bir neçə il əvvəl tikilmiş məktəbinə gedən yol palçıqlı yollardan keçir. Təəssüflər olsun ki, çəkilmiş bu vəziyyətdə olan armaturlardan düzəldilmiş bu pilləkən yollar sadəcə məktəbin müəyyən bir hissəsinə qədər olan ərazisini əhatə eləyir. Ondan sonra isə kəndin sakinləri, məktəblilər bu yollardan, palçıqlı yollardan məktəbə getmək məcburiyyətində qalırlar. Yüzdən çox ailənin yaşadığı kənd qaz ilə təmin olunmadığından sakinlər alternativ yollara başvurmalı olurlar ki, bu da az qala ekoloji fəlakətin qapılarını açır. Meşəni qırıb gətiririk. Bunu dammaq olmaz. Çünki qaz yoxdur. Biz bunu kəsməli özüm də kəsib gətirirəm. Quru oldu, nə oldu, gətirib yandırıram. Yəni mümkün deyil. Qaz olsa biz təbiəti niyə qırırıq? İndi qanun var.